Malaki Peyğəmbərin kitabı. Malaki 1-ci fəsil. Bu xəbərdarlıq Rəbbin Malaki vasitəsilə İsrailə dediyi sözdür. Rəbbin İsrailə məhəbbəti. Rəbb, sizi sevdim deyir. Amma siz, bizi necə sevdin deyib soruşursunuz. Rəbb də cavab verir. Esav Yaqubun qardaşı deyildimi? Amma mən Yaqubu sevdim. Esava isə nifrət elədim. Onun dağlarını viran elədim. Mirasını çöl çaqqallarına verdim. Edomlular deyir, biz əzildik, amma yenidən xarabalıqları bərpa eləyəcəyik. Amma ordular Rəbbi belə deyir. Qoy onlar qursun, amma mən yıxacağam. Onların ölkəsi pislik ölkəsi, özləri isə həmişə Rəbbin qəzəbləndiyi xalq olaraq tanınacaq. Siz bunu gözlərinizlə görəndə, Rəbb İsrail sərhədlərindən kənarda da əzəmətlidir, deyəcəksiniz. Kahinlərə məzəmmət. Ordular Rəbbi sizə deyir. Ey adıma hörmət eləməyən kahinlər! Oğul atasına, qul ağasına hörmət göstərir. Əgər mən atayamsa, hanı mənə hörmətiniz? Əgər ağayamsa, hanı məndən qorxunuz? Amma siz adına necə hörmət eləmədik, deyib soruşursunuz. Qurbangahımın üzərində murdar çörək təqdim edirsiniz. Hələ səni necə murdar elədik, deyib soruşursunuz. Rəbbin süfrəsinə hörmət eləmək lazım deyil, deməklə belə eləyirsiniz. Kör heyvanı qurban olaraq gətirmək pis iş deyilmi? Topal yaxud xəstə heyvan qurban eləmək pis iş deyilmi? Belə bir heyvanı öz valinə təqdim elə, gör səndən razı qalırmı, yaxud səni qəbul eləyirmi, deyir ordular Rəbbi. İndi bizə lütf eləməsi üçün Allaha yalvarın. Siz belə qurbanlar gətirərkən o heç sizi qəbul eləyərmi, deyir ordular Rəbbi. Kaş ki aranızdan bir nəfər qurbangahımda boş-boşuna od yandırmamaq üçün məbədin qapılarını bağlayaydı. Mən sizdən razı deyiləm, gətirəcəyiniz qurbanları da qəbul eləməyəcəyəm, deyir ordular Rəbbi. Günəşin çıxdığı yerdən batdığı yerə qədər mənim adım millətlər arasında əzəmətli olacaq. Hər yerdə adıma buxur yandırılacaq. Pak təqdimlər gətiriləcək. Çünki millətlər arasında adım əzəmətli olacaq, deyir ordular Rəbbi. Siz Rəbbin süfrəsi murdardır, çörəyinə isə hörmət eləmək lazım deyil, deyərək adımın müqəddəsliyini pozursunuz. Üstəlik, bu nə zəhmətdir deyə mənə burun sallayırsınız, deyir ordular Rəbbi. Siz qurban olaraq oğurluq, çolaq, xəstə heyvan gətirirsinizsə, mən onu sizdən qəbul eləyəcəmmi, deyə soruşur Rəbb. Sürüsündən nəzir elədiyi erkək heyvan əvəzinə, Rəbbə qüsurlu heyvan qurban eləyən fırıldaqçıya lənət olsun. Çünki mən böyük bir padşaham və adım millətlər arasında zəhimlidir, deyir ordular Rəbbi.